Salam. Nazirlər Kabineti, daha doğrusu Nazirlər Kabineti yoxdur Azərbaycanda. İlham Əliyev quru sərhədlərimizi yenə bağlı saxladı. Gələn il aprel ayının 1-nə qədər. Biz 6 ildir, gələn il mart ayında 6 il tamam olur ki, Azərbaycanın quru sərhədləri bağlı olur. 6 ildir İlham Əliyev bu sərhədləri bağlı saxlayıb. Öz istəyini, öz şəxsi istəyini. Heç bir tibbi səbəbi yoxdur bunun, heç bir hərbi səbəbi də yoxdur, heç bir siyasi səbəbi də yoxdur. Bunun yalnız bir səbəbi var. İlham Əliyevin şəxsi çıxarları məsələsi, şəxsi gəlirləri məsələsi. Sərhədlərin bağlı saxlanmasından İlham Əliyev milyardlarla dollar həcmində xeyir götürür. Neft azalıb, qaz azalıb, amma ölkəni istismar etmək, ölkə əhalisini soymaq üçün İlham Əliyevin əlində qeyri-məhdud imkanlar yaranır. Sərhədlər bağlı olub, nə baş verir? Ki, sərhəd bağlı olur. Elə bir dənə qeyd edelim ki, elə bir dənə siyasi, elə bir dənə hərbi, elə bir dənə belə deyək, tibbi, deyək ki, bu pandemiya var, nə bilim, yayılmış xəstəlik var, yoxdur heç bir şey. Hətta koronavirus xəstəliyin tüğyan etdiyi dövrdə belə dünya sərhədlərini qısa müddət ərzində bağlayan ölkələr var, amma açdılar tezliklə. Gördülər ki, bu mənası yoxdur, bağlı saxlamaq. İlham Əliyev isə bundan göydən düşmək kimi yararlandı. Həm hakimiyyəti möhkəmləndirmək üçün, həm insanlara total nəzarəti daha güclü şəkildə həyata keçirmək üçün bir imkandır. Digər tərəfdə qeyd edildiyim kimi milyardlar qazanır. Nədən milyardlar qazanır? Bəziləri iddia edirlər ki, bu təyyarə azala görə bunu edir, bu təyyarə biletlərindən pul qazanır. Yox. O təyyarə biletlərindən qazandığı pul bunun qazandığının milyonuna biri də deyil. İlham Əliyev ərzaq məhsullarının satışından pul qazanır. Sərhəd bölgəsində yaşayan insanlar, məsələn, Rusiya ilə sərhəddə yaşayan adamlar gedib Rusiyadan ərzaq aldılar. Çünki Rusiyada ərzaq Azərbaycandakindən həmişə ucuz olub və həmişə də keyfiyyətli olub. Gürcüstanla sərhəddə yaşayan bizim Azərbaycanlılar, Azərbaycan vətəndaşları Gürcüstandan gedib ərzaq alıb gətirirdi. Çünki orada ucuz idi ərzaq. İranla sərhəddə olan bütün bizim cənub bölgəmiz ərzağını, evinə lazım olan əşyasını, hər şeyini İrandan alıb. Xüsusən İranla daha çox ticarət əlaqələri vardı Azərbaycan xalqına. Oradan təkcə ərzaq gətirmirdi. Oradan məsələn İrandan məişət əşyaları da gətirdi. Çünki çox ucuzdur orada. Türkiyə ilə sərhəddə yaşayanlar, xüsusən Naxçıvan cəmaatı elə gedirdi Türkiyədən ərzağımızı da alırdı, dərmanla. Dərmanla, həkim məsələsi. Sərhədlər açıq idi. Azərbaycan xalqının böyük hissəsi İrana üz tuturdu. Digər hissəsi Türkiyəyə üz tuturdu. Az bir hissəsi Gürcüstana üz tuturdu, həkim yanı. Çünki orada həm həkimlər yaxşı idi, belə yaxşıdır, bunu inkarlaya bilməz heç kəs, dana bilməz heç kəs. Orada müalicə Azərbaycandan dəfələrlə ucuzdur. Həm İranda, həm Gürcüstanda, həm Rusiyada, həm Türkiyədə. İnsanlarımız gedib orada müalicə olunurdu. Dərman alıb gətirirdilər orada. Gedirdi həkimə, həkim resept yazırdı, getdiyi ölkədə, müalicə aldığı ölkədə dərmanını alıb gətirdi Azərbaycana. Və insanlarımız çoxsu dərmanlarını İrandan alırdı, əksəriyyəti Türkiyədən, Gürcüstandan, Rusiyadan və s. ilə. Çünki Azərbaycanda dərman monopoliyası tam olaraq Əliyevlərin əlində olduğuna görə burada od qiymətinədir. Məsələn, Türkiyədə 5 manata olan dərman, Azərbaycanda, Bakıda 50 manat. İstirahətə getmək. Az da olsa Azərbaycan vətəndaşları istirahətə gedirdi. Əsasən Gürcüstana gedirdik biz istirahətləməyə. Mən 1-2 gün gəzib gəlmə imkanımız vardı. Ondan məhrum olmuşuq, gedə bilmirik heç. Nə baş verir indi? Bax, indi o ərzaq almağa gedən əhali, bu əhalinin də sayı heç az deyil. Mütəmadi olaraq qonşu ölkələrdən ərzaq alan əhalinin sayı orta hesabda 1 milyon nəfərdən çoxdur. Bu şimal regionudur,
şimal, qərb regionudur, qərb regionudur, cənubdur. Şimal regionunda insanlar Rusiyaya gedirdi. Orada 5-6 dənə bizim böyük rayonlarımız var. Qusar var, Xaçmaz var. Dəvəçiyə gedər. Hətta Bakıdan adamlar, Sumqayıtdan adamlar Rusiyadan ərzaq almağa gedir. Gedə bilmirlər indi Rusiyadan ərzaq almağa. Məcburdular İlham Əliyevin marketlərindən ərzaq almağa. Çünki İlham Əliyev ölkədə bu ərzaq ticarətini tam olaraq ələ keçirir. Tək adamlar gedib evlərində ərzaq almadılar. Məsəl üçün, bu xırda dükan işlətən, xırda ərzaq mağazalar kəndlərdə, rayon mərkəzlərində, rayon belə də olan adamlar gedirlər orada ərzaq alıb götürürlər. O adamlar da gedib ala bilmirlər. Məcbur da İlham Əliyevin toplan satış məntəqələrindəki gedib ərzağı alıb gətirib mağazalarına satsın. Milyonlarla adam deyir. Bu milyonlarla adam məcbur oldu gedib İlham Əliyevin dükanlarından ərzaq almağa. Yəni 100 minlərlə insan İrana, Türkiyəyə, Rusiyaya, Gürcüstana müalicəyə gedə bilmədiyinə görə məcburdur 10 qat qiymətinə, od qiymətində pul versin, geçsin İlham Əliyevin klinikalarında müalicə alsın. Yenə bu milyonlarla insan məcburdurlar ki, İlham Əliyevin saxta dərmanlarını alsın. Azərbaycanda dərman satışı 100%, Əliyevlərindəndir, 100%. Müxtəlif adlar altında açdıqları şirkətlərin bir sahibi var, Əliyevlər. Və Azərbaycan xalqı saxta, keyfiyyətsiz dərmanlar almağa məcburdur. Bunun dərman satanın biri var, bu İlhamın dərman satan alverçisi var, cibinə mandat da qoyub, Feyziyev adında, Şəkidən deputat seçildi. Təkcə Londonda bir neçə milyon dollarlıq bunun villalar var və 5 milyon dollarında bastı İngilislər əlindən aldılar. Bu dərman satanlarıdır bu, bu şirkət Feyziyevin deyil. Feyziyev orada dərman daşıyandır, bunun adına akont. Elə onlarla Feyziyev var. Saxta dərmanları gətirib Azərbaycan xalqına soxulmadı. Od qiymətinin üzrə. Bax, o milyonlarla ki insan, 100 minlərlə ki insan gedirdi xaricdə müalicə alınırdı, xaricdən dərman alıb gətirdi. İndi məcburdur İlham Əliyevin klinikalarına varını yoxunu töksünlər və müalicə də almasınlar. Çünki nə savadlı həkimlər var orada. Çünki Azərbaycan savadlı həkimlər qaçır Azərbaycana. Yoxdur, xəstəxanalarda həkim tapılır. Nə də ki, keyfiyyətli dərman yoxdur. Çünki Əliyev rejimi oradan gedir, saxta dərman gətirir. Ya da ki, Azərbaycanın içində o dərman istehsal edirlər, xarici markanı vurub satırlar Azərbaycana. Bundan milyonlar qazanılır. Bu, görürəm, bəzi bu maşenliklər var ortalıqda, güya bunlar müstəqildə, güya müxalifətdə döyürlər, güya hakimiyyətdə döyürlər. Bir də blogerdirlər, nə zirzibildirlər, götürüb yazırlar ki, rayona getmişdim, oteldə yer tapmadım. Oteldə yer tapmazsan da, birincisi rayonlarda otellər azdır. Qəbələdə də azdır, Zaqtalda da azdır, mənim rayonumda, digər o istirahət bölgələrində otellər azdır. Bir. İkincisi də ki, dünya Azərbaycan bütün sərhədlərini bağlayıblar. İnsanlar Gürcüstana getməkdən ötürü 400-500 manat təyyarəyə bilet pul verməlidir. Ona görə həm adamlar gedirlər həftə sonunda Qəbələyə, ya nə bilim, Şəkiyə, Zaqtalaya, Qusara, Xaçmaza od qiymətinə gedib orada İlham Əliyevin istirahət mərkəzlərində və heç bir xidmət falan olmayan yerdə gedirlər yalandan özlərini aldatmaq. Və aprelin 1-nə qədər yenə bizim sərhədlərimiz bağlıdır. Zahid Oruç kimi tipləri çıxardıblar ki, güya bu nəsə əsaslandırma aparır ki, biz ona görə sərhədləri bağlı saxladıq ki, İsrail-İran qarşıdurmasında milyonlarla Azərbaycanlı ölkəyə gələcək. Belə biabırçıdırlar. O bir tərəfdən İlham Əliyev deyir ki, mən dünyada bütün Azərbaycanlıların prezidentiyəm. Adama deyərlər, ay şaka. Əgər sən Azərbaycanlıların prezidentisənsə, sən Zahid Oruç, bu Azərbaycanlıların deputatsansa, başına bomba yağan sənin xalqın nümayəndələrinin ölkəyə gəlməsini niyə qoymuyorsun? Və saxtakardırlar. Saxtakardırlar, yalancıdırlar,
oğrudular, korrupsionerdirlər, qatildirlər. Kanalıma abunə olun, dostlar, izləyicilər. Bilirsiniz ki, mənim TikTokda danışırdım, TikTokda müraciətliydim. Azərbaycan hökuməti bundan narahat oldu. Çünki o TikTokdakı videoların sayı dəhşət dərəcədə çox olurdu. 100 min, 200 min, 1 milyon. Və Azərbaycan hökuməti TikTokla anlaşdı, rüşvət verdi. Mənim səhifəm Azərbaycanda açıldı. Dünyanın hər yerində açıldı, bir də Azərbaycanda açıldı. Və mənim izləyicilərim ki, təbii ki, Azərbaycandadır. Ona görə aktiv olun, səhifəmi bəyənin, paylaşın, dostlarınızdan da xahiş edin ki, paylaşsınlar. İmkan verməyək ki, İlham Əliyev bizim ağzımıza da sərhəd qoysun, ağzımızı da qıfıllasın. Azərbaycan sərhədlərini qıfılladığı kimi bizim də ağzımızı qıfıllamaya imkan vermir. Bax, TikTokda qıfılladılar. YouTube'da aktiv olun ki, burada səsimiz daha çox adama çatsın, daha çox adamla danışır, daha çox problemlərlə danışır. Problemləriniz barədə yazın. Şərh bölümünə yaza bilərsiniz. Əgər şərh bölümünə yazmaq istəmirsinizsə, Facebookda Messengerə yaza bilərsiniz. Müxtəlif vasitələrlə xəbər göndərə bilərsiniz və bu günlərdə biz bu məsələləri də tam olaraq həll edəcəyik ki, bu müraciətlərlə, videolarla bağlı. Aktiv olun və ətrafınızda baş verən negativ hadisələr barədə xəbər göndərin. Mən sizə əmin edirəm ki, sizin adınızı Azərbaycan hökuməti bilməyəcək. Mən sizi əmin edirəm ki, adınız gizli saxlanılacaq. Mən həyatımın yarısından çoxunu jurnalistikada olan adamam və mənə çoxlu informasiya verən adam olub, çoxlu məlumat ötürən adam olub. Hələ indiyə qədər heç biri Azərbaycan hökuməti bilmir, ifşa eləyə bilmir, heç biri tuta bilmir. Əmin olun ki, sizin də heç nə eləyə bilməyəcək. Yayın videomu, abunə olun, başqalarına da məsləhət görün ki, mənim kanalıma abunə olsun. Abunə olun, qoyun bizim səsimizə İlham Əliyev qıfa vura bilməsin. Və başa düşsün ki, bizim səsimiz Azərbaycan sərhədləri deyil, qıfıllaya bilməyəcək bizi, səsimizi kəsə bilməyəcək. Sağ olun.